Qaş açmaq həqiqətən də bir bağlılıqdır. Sabah çox gözəl bir çəkilişim var və mən də istədim ki, qaşlarımı açım və sabahki makiyajımda daha qəşəng görünsün. Çünki biraz tündləşib artıq. Əvvəlki videolarımdan izləyənlər varsa, bilirlər ki, mən artıq neçənci dəfədir qaşımı açıram, yadımdan çıxıb oraya. Düşündüm ki, niyə də yenə sizinlə birlikdə açmayaq. Deməli, belə bir qab götürürəm. Daha sonra bundan biraz əlavə edirəm. Neyse, eyni tökməyə çalışırdım ki, eyni olmadı. Heç nə. Bunu artıq birazını götürərik. Bunların ikisini başlayıram qarışdırmağa. Deməli, qarışdırdım. Baxın, bu kıvamda olmalıdır. Hamısı bir-birinə qarışmalıdır. Başlayıram qaşımı boyamağa. Əvvəlcə belə tərs darayıram ki, bütün tüklərə dolmuş olsun. Baxın, bu şəkildə. Biraz da bir bastıraraq eləyirəm ki, diblərinə də toxunsun. Ən çətin tutan hissələri buradır, çünki burası daha sıxdır. Ona görə biraz yedirməyə çalışıram. Daha sonra belə düzünə darayıram. İndi belə fırçanın üzərinə alıram və qaşımın üstündə toplu şəkildə belə saxlayıram. İndi digər tərəfi də eləyim. Bilirəm, biraz gülməli görünə bilərəm, amma neyiniyək, gözəllik qurban tələb eləyir. Neysə, indi hardasa 7-8 dəqiqə gözlədib daha sonra siləcəm. Mən qaşımı sildim, amma yadımdan çıxdı çəkmək. Sorry. Neysə, qəşəng alındı, mən bəyəndim. Makiyaj eləyəndə daha qəşəng görsənir, amma indi bu şəkildə qalmır. Məndə belə bir mor şampuan var. Olivia'dan almışam. Həmişə soruşursunuz rəylərdə. Bunu üzərinə belə bir şey alıb qaşımın üzərinə saxlayacağım. Bu mor şampun qızarıqlığı aradan qaldırsın deyə istifadə edirəm və çox qəşəng effekt olur həqiqətən də. 15-20 dəqiqədə bunu saxlayıb daha sonra siləcəm. Məncə artıq vaxt tamam oldu, silə bilərəm. Təbii ki, mor şampundan tam aydın görsənmir, gedib bunu yumalıyam. Bir dənə yum gəlirəm. Yudum gəldim. İndi daha çox bəyəndim. Ay, necə qəşəng alınıb. Hətta deyərdim ki, indiyə qədər o qədər qaşımı açmışam ki, amma ən çox bəyəndiyim ton bu oldu. Və siz necə bəyəndiniz? Hələlik.